müharibəsində biz bu səhədləri açdıq. Bir mənfi cəhəti var idi. 44 günlük Vətən müharibəsinə gedən yolda aprel döyüşlərinin bir mənfi cəhəti var idi. Düşmən müdafiəsini 2016-cı ildən 2020-ci ilə qədər o da müasirləşdirdi, o da dərinləşdirdi, o da möhkəmləndirdi. Bunun üzərindən biz də hücum taktikamızı, hücum silahlarımızı, kəşfiyyat vasitələrimizi, kosmik peşlərimizlə idarə olunma, düşmənin informasiyasına daxil olma, düşmənin kompüter informasiya texnologiyasına daxil olma sistemlərimizi, baxın, Cənab Prezident informasiya Nazirliyi yaratdı və s. Qurumlar yaranırdı. Biz ancaq anlamırdıq. Bu qurumların fəaliyyəti sivil sistem üçündür. Amma bunun dərinliyində müharibəyə xidmət var idi. Bütün kompleks tədbirlər insan itkisinin azlığı ilə bitdi. Əgər biz 2000 kvadrat kilometr 30 illik müdafiə xəttində səhv etmirəm 99-100-ə yaxın şəhidimiz oldusa, bu da bizim itkilərimizin minimum həddi idi. 44 günlük Vətən müharibəsində 4 günə biz 100 itkimiz də var idi. 2000 kvadrat kilometr azad etdik. Biz 44 günə hər gün 100 itki verməklə hücuma keçsəydi və hücum taktikasında bizim 6-7 min itkimiz olardı. Bütün bu ünsürlər, bütün bu fəaliyyət Cənab Prezidentin əsas istiqaməti insan rüsularının, Azərbaycan gənclərinin, ordunun qorunmasına xidmət edirdi. Bu da öz nəticəsini verdi. Ümumilikdə Azərbaycan ərazi bütövləşməsinin Azərbaycanın həm lokal antiterror, həm 44 gündə, həm qisas 1, qisas 2 və aprel döyüşlərinin ümumi fonunda biz itkilərimiz minimumdur. Rəqəmləri məni dinləyənlər məndən yaxşı bilir. Zabitlərimizin döyüş idarə etmə sistemləri təkmilləşdirildi.